Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd, esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. İmam Əhməd rahimehullah Usul-ü Sünnə risaləsində qəbir əzabı və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfaətinə imandan sonra qiyamətin bəzi əlamətlərini zikr edir. Və bilirsiniz ki, qiyamət gününün əlamətləri iki növdür. Onlardan birinci növü qiyamətin kiçik əlamətləridir. Və o əlamətlərdən bəziləri çıxıb və o əlamətlərin çoxsu davamiyyətli olan əlamətlərdir. Və bəziləri ola bilsin çıxmayıb və bundan sonra çıxacaq. Və ikinci qism əlamətlər də qiyamətin böyük əlamətləridir. Və o əlamətlərdən, ümumiyyətlə qiyamətin böyük əlamətləri bir-birinə bağlıdır. Həmin əlamətlərin biri çıxanda digəri onu izləyəcək. Elə bir ipin üzərində düzülmüş muncuq dənələri kimi. Və həmin əlamətlərdən ən əsaslarını İmam Əhməd rahimehullah bu risalədə qeyd edir. Və buyurur ki, وَالْإِيمَانُ أن المسيح الدجال خارج. Məsih Dəccalın çıxacağına iman etmək. Məktubun beynə ayneyhi kafir. Onun iki gözü arasında kafir yazılıb. Vəl-əhadisu ləti cəət fihi. Həmçinin Dəccal barədə Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olmuş hədislərə, rəvayətlərə, xəbərlərə iman etmək vəl-imanu bi ənə zəlikə kain və etiqad etmək ki, bütün bunların hamısı haqdır və bir gün gələcək, bunlar mütləq baş verəcək. Və ümumiyyətlə Dəccalın fitnəsi necə Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərinin birində buyurur ki, ən böyük fitnə olacaq. Ümumiyyətlə, Dəccal özü Allah Azza və Cəllənin yaratdığı ən şərli məxluqlardan birisi sayılır. Yəni, insan övladı üçün iblisin varlığı necə bir fitnə, fəsad, şərdirsə, Dəccalın da varlığı ümumiyyətlə, Adəm övladı üçün ən böyük fitnələrdən sayılır. Və ona görə bütün peyğəmbərlər Dəccalın şərrindən öz ümmətini xəbərdar edib. Bütün peyğəmbərlər. Hətta o peyğəmbərlərin ola bilsin elələri var idi. Bilirdi ki, Dəccalın gələcəyi gün qiyamətə yaxın bir gündür. Ola bilsin onun ümməti Dəccalı görməyəcək. Lakin Dəccalın fitnəsinin böyüklüyünə, təhlükəsinə görə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, elə bir peyğəmbər, nəbi, rasul gəlməyib ki, öz ümmətini Dəccalın şərrindən xəbərdar etməsin. Dəccalın gələcəyi və onun əlamətləri barədə öz ümmətinə bildirməsin. Və Dəccal sözü, yəni sözün mənası bir növ kəzzəb sözünün sinonimidir. Yalancı, hiləkər, yəni sadiq kəlməsinin əksidir. Ona görə çox yalan danışanlara və yalanı ilə insanlar arasında fəsad edənlərə deyilib ki, Dəccal. Və ya məsələn, xüsusən bidət əhlinin imamlarına, zəlalət əhlinin imamlarına insanları haqq yoldan azdırdıqlarına görə deyilib ki, Dəccal, ləqəb olaraq. Və nə üçün deyilib ki, Əl-Məsih? Burada İmam Əhməd də deyir ki, vəl-imanu ənəl-məsihəd-Dəccal. Məsih Dəccalın gələcəyinə iman etmək. Biz bilirik ki, Məsih iki növdür. Var İsa ibn Məryəm aleyhissalam, o da Məsihdir. Və bir də var Məsihud Dəccal. Hər ikisi də Məsihdir.
Lakin biri haqq olan, biri batil olan. Və Dəccalın Məsih adlanmasının səbəbi barədə alimlər ixtilaf ediblər. Nə üçün Məsih adlanıb? Bəzi alimlər deyib ki, onlardan birisi İbn Kəsir rahimehullah Əl-Bidayə və Nihayədə qeyd edir ki, Məsih məsəha sözündəndir, məmsuh, yəni məsh edilmiş, sürtülmüş, silinmiş. Çünki gözlərindən biri o cür olacaq, silinmiş olacaq. Ona görə deyilib ki, Məsih, yəni gözü bağlı, kör Dəccal, bizim dildə desək. Və bəzi alimlər qeyd ediblər ki, ona görə Məsih deyilib ki, çünki Məsih sözünün ərəb dilində mənalarından biri bizdə ki, deyirlər səyyah, Məsih, yəni çox səyahət edən. Çünki dərs əsnasında da gələcək, qeyd edəcək ümumiyyətlə Dəccalın fitnəsini, əlamətlərini və s. Yer üzərində Məkkə, Mədinədən başqa demək olar Dəccalın girmədiyi yer qalmayacaq. Ona görə bəzi alimlər deyiblər ki, bu səbəbə görə Məsih adlanıb. Və bəzi alimlər də, onlardan da İbn Həcər rahimehullah Fathul Baridə qeyd edir ki, Dəccal ona görə Məsih adlanıb ki, çünki Məsih sözünün mənalarından birisi örtən deməkdir. Necə ki, kafir sözünün mənası örtən deməkdir. Ona görə hətta ərəblər əkinçiyə kafir deyir. Çünki o dəni toxumu torpaq altında gizlətdiyinə görə, dəni toxumu torpaq ilə örtdüyünə görə. Məsələn, gecəyə kafir deyiblər, gündüzü örtdüyünə görə. Bu lüğəvi cəhətdən. Məsih sözünün mənalarından birisi də budur. Yəni örtən, yəni haqqı batil ilə örtən. Və Məsih Dəccalın əlamətlərindən birisi, ən əsas əlamətləri bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm qeyd edir ki, o iri cüssəli olacaq, iri bədənli olacaq və qıvrım saçlı olacaq və dərisi qırmızıya yaxın olacaq, qırmızımtılı olacaq və həmçinin əlamətlərindən Dəccal sonsuz olacaq. Dəccalın övladı olmayacaq. Və əlamətlərindən birisi bir gözünün kör olması. Dəccalın bir gözünün kör olması. Və təbii ki, bu körlük zahirdə bilinəcək. Ümumiyyətlə, Dəccal özü zahirən baxanda, məsələn, hədislərə biz fikir verəndə görürük ki, çox iyrənc bir məxluq olacaq. Çox. Hətta ayaqları əyri olacaq. Və gözünün yəni qüsuru, körlüğü zahirən bilinəcək. Ona görə bu əfsanələrdə, nağıllarda qeyd edilən Təpəgöz əslində dinlərin xəbər verdiyi Dəccalın özüdür. Aydındır. Bu həmçinin nəyin dəlilidir? Bu onun dəlilidir ki, əslində biz bu obraza fikir versək, Təpəgöz obrazına, bütün dinlərdə, daha doğrusu bütün millətlərdə var. Elə bir millət yoxdur ki, o millətdə bu obraz olmasın. Bu özü dəlildir ki, deməli, hər bir millətə, tayfəyə gələn Peyğəmbər öz ümmətini, cəmaatını tək gözlü Dəccalın fitnəsindən xəbərdar edib. Və sonra bu, yəni dillərdən dillərə dolaşıb və bəzi insanlar bunu nağıl əfsanə halına gətiriblər. Lakin bu haqdır. Hətta Yahudilikdə Yahudilərin gözlədikləri Mehdi var. Yəni xilaskar. Onun əlamətlərinə biz baxanda görürük ki, onların intizarını çəkdikləri, xilaskar dedikləri elə bizim gələcəyinə etiqad etdiyimiz Dəccalın özüdür. Hətta rafizilərin Mehdi olaraq gələcəyinə etiqad etdikləri şəxsin əlamətlərinə baxanda, elə onların öz kitablarından görürsən ki,
bu Allah Rasulunun, İslam Peyğəmbərinin sallallahu aleyhi və səlləmin gələcəyini müjdələdiyi Dəccalın özüdür. Və Dəccalın ən əsas əlamətlərindən birisi iki gözü arasında, yəni alnı arasında kafir sözünün yazılmasıdır. Ona görə İmam Əhməd məhz həmin əlaməti qeyd edir. Məktubun beynə ayneyhi kafir. Onun iki gözü arasında, alnında kafir yazılacaq. Ya ola bilsin, bu kəf, yəni fə, ra, yəni muqatta, yəni hərflər bir-birindən ayrı formada, ya da ola bilsin bir yerdə. Lakin mömin savadsız və ya savadlı, yazıb oxumağı bacaran və ya bacarmayan hər kəs o kəlməni oxuya biləcək. Və bu Dəccalın ən bariz əlaməti olacaq. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm məhz Dəccal barədə danışanda bu iki əlamət üzərində daha çox durub. Hansı əlamətlər? Bir gözünün olmaması, büzüşmüş, çürümüş üzüm giləsi kimi olacaq. Və alnında kafir sözünün yazılması. Hətta rəvayətlərin birində səhih hədisdə Allah Rasulü buyurur ki, bütün peyğəmbərlər öz ümmətini yalancı Dəccaldan çəkindiriblər. Lakin bir əlamət var ki, o əlaməti mən sizə deyəcəm. Və məhz bu əlamətləri qeyd edib Allah Rasulü bu ümmətə. Nə üçün məhz bu iki əlamət? Çünki bu iki əlamət zahirdə olan əlamətdir. Dəccal gələndə çalışacaq ki, çünki Dəccal biləcək, o bilir ki, hər gələn Rasul, Nəbi öz ümmətini onun şərrindən çəkindirib. Görün necə şərdir ki, biz hər namazda onun fitnəsindən Allaha sığınırıq. Hər namazda. Namazın sonunda 4 şeydən Allaha sığınanda təsəvvür et, fitnənin, şərrin böyüklüyünə bax. Sən qəbir əzabı ilə, cəhənnəm əzabı ilə birlikdə hələm çıxmamış Dəccalın şərrindən, fitnəsindən Allaha sığınırsan. Və o bunu biləcək. O biləcək ki, Allah Rasulü sallallahu aleyhi və səlləm və digər peyğəmbərlər onun gələcəyini xəbər verib. Ona görə o daima çalışacaq ki, öz əlamətlərini gizləsin. Lakin bu iki əlamət ki var, gözünün birinin qüsurlu olması və alnında kafir yazılması bu iki əlaməti gizlədə bilməyəcək. Ona görə Allah Rasulü hədislərində məhz bu iki əlamət üzərində durub və qeyd edib ki, yazıb oxumağı bacaran və bacarmayan hər bir kəs onun alnında bu kəlməni oxuya biləcəklər. Və Dəccal gələndə ümumiyyətlə alimlər ixtilaf ediblər ki, Dəccal bəşər övladı olacaq, yoxsa cinlərdən bir cin, şeytanlardan biri. Təbii ki, alimlərin bu məsələdə ixtilaf etmələrinə səbəb o olub ki, xüsusən də o alimlər ki, deyiblər, az qism alimlər olub, deyiblər ki, Dəccal Adəm övladı olmayacaq. Hətta bəzi alimlər deyiblər ki, o, Süleyman əleyhissalamın zəncirə vurduğu şeytanlardan birisidir. Bunu deməyə səbəb nə olub? Dəccal barədə varid olan hədislər. O hədisləri oxuyanda görüblər ki, yəni bu cür bəşər övladı ola bilməz. Təsəvvür edin, fitnənin böyüklüyünə baxın. Yəni, deyiblər ki, bir bəşər övladının bu qabiliyyətdə, bu gücdə və fitnəsinin, şərrinin bu həddə olması mümkünsüzdür. Ona görə deyiblər ki, o şeytanlardan biridir. Və doğru olan rəy budur ki, o bəşər övladı olacaq. Və əksər hədislərin zahirindən anlaşılan da budur. Təsəvvür edin ki, bu gələcək, buluda əmr edəcək, bulud yağışını yağdıracaq. Birinci ilk çıxanda nübüvvət iddiası ilə çıxacaq. Yəni, özünün peyğəmbər olduğunu iddia edəcək. Və sonra, bir müddət keçəndən sonra, ətrafına adam toplayandan sonra rububiyyət iddiasında olacaq. Deyəcək ki, Allah mənə.
Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, bilin ki, sizin Rəbbiniz tək gözlü deyil. Və buluda insanları özünə ibadətə dəvət edəcək. Bir qövm, tayfa, hansı ki ona iman edəcək, ona iman edən tayfanın gözü önündə buluda əli ilə işarə edəcək, bulud yağışını yağdıracaq. Düz, quru bir sahəyə işarə edəcək, əmr edəcək, otunu çıxardacaq. Gizli xəzinələr, yəni çiçək dalınca qaçan arı koması kimi onun arxasınca gələcəklər. Yəni bu cür fitnə. Və Allah Resulü bir hədisində buyurur ki, Dəccalın bir oddan, bir də sərin sudan iki çayı olacaq. Və bilin ki, onun oddan olan çayı həqiqətdə sudur, sudan olan çayı isə həqiqətdə oddur. Yəni kim ki ona tabi olub, oda girəcəksə, o cənnətə girəcək. Kim ki sərin suyuna doğru meyl edəcəksə, o oda girəcək. İmtahan belədir. Hətta fikir verin, qiyamət günü Allah Azza və Cəllə bəzi insanları imtahan edəcək. Bu dünyada dəli olanları, fətra əhlini necə imtahan edəcək? Bir peyğəmbər göndərəcək, peyğəmbər od qalayacaq və əmr edəcək ki, girin oda. Bəzi insanlar girməyəcək. Hansı məntiqlə? Allah ağıl verib. Yəni öz ayağımla özümü oda atım, düşünməyəcək ki, bunu mənə əmr edən kimdir. Təsəvvür edin, insan övladı hələm də dəyişməyib. Haqq hesab günündə, haqq hesab günündə pərdələr qalxıb, hər şey ortada, meydandadır, yenə də ağlını vəhiydən önə çəkir. İnsan övladı budur. Yenə də ağlını vəhiydən önə çəkir. Çünki ortada vəhiy var. Allah Azza və Cəllənin göndərdiyi Rasulun əmri, oda girin. Bəziləri girməyəcək. Bəzi insanlar deyəcək ki, gözün başım üstə. Əgər Rasul deyirsə ki, oda gir, girəcəklər oda. Və onlar oda girəndə cənnətə girəcəklər. Yəni, onların girdikləri od cənnətlərinə qapıdır. Dəccalın əlindəki od və su da bu cür. Və elə böyük fitnə olacaq ki, çünki Dəccal Mədinə Məkkədən başqa hər yana girəcək. Mədinəyə girə bilməyəcək. Hədislərin birində gəlir ki, Mədinənin kişiləri, Mədinənin qadınlarını evlərin, məscidlərin dirəklərinə bağlayacaqlar. Dəccalla görüşə gelməsinlər deyə. Burada bir şey qeyd edeyim. Müasir dönəmdə bəzi sufi təriqətləri var. Onlar Dəccalın varlığını inkar edirlər. Xüsusən nurçular. Onlar deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin xəbər verdiyi Dəccal televizordur. Tək gözlüdür, fitnəsi böyükdür və girmədiyi yer qalmayıb. Aydındır, bu cür əlamətləri götürüb Dəccalın varlığını inkar edirlər. Və Mədinə Məkkədən başqa Dəccal hər yana gedəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onun fitnəsinin böyüklüyünə görə əmr edib ki, Dəccalın olduğu yerdən uzaq durun. Dəccalın olduğu yerdən uzaq durun. Yəni, eşitsəz ki, Dəccal çıxıb, hardadsa, onunla görüşməyə, onunla mübahisə etməyə tələsməyin. Gedməyin. Çünki imanı ən güclü mömin ona yaxınlaşanda qəlbinə şək düşəcək. Və heç kəs ona danışa bilməyəcək. Ona görə təkidlə vurğulayıb ki, Dəccalın olduğu yerdən uzaq durun. Həmçinin bu hədisdə bizim üçün nə fayda var? Burada Allah Rasulü məhz Dəccalı qeyd etsə də, alimlər bu hədisdən o faydanı çıxarıblar ki, ümumiyyətlə insan fitnənin, şərin olduğu yerdən uzaq durmalıdır. Yəni Dəccalın olduğu yerdən uzaq durun, bu Dəccal barədə deyilsə də, bu hədisin hökmü daha genişdir. Yəni məsələn, sən eşidirsən ki, hardasa bir
fəsad əhli, zəlalət əhli, bidət əhli ortaya çıxıb, mən gedim, bir oturum onunla, bir dərsində iştirak edim, bir baxım görüm, nə danışır o, bir söhbət edim, bu düzgün deyil. Hətta bu hədisə istinad edərək, bəzi alimlər deyiblər ki, bidət əhli ilə münaqişədən uzaq durmaq vacibdir. Və dəlillər zikr edirlər, onlardan birisi də budur. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, Dəccalın olduğu yerdən uzaq durun. Çünki bunlar hamısı, xüsusən bidət əhlinin dəvət edənləri, bunlar hərəsi öz yerində, öz tayfasında, öz qövmündə kiçik dəccallardılar. Və həmçinin təsəvvür edin, Dəccal şeytanların da köməyindən istifadə edəcək. Necə? Məsələn, gələcək bir insana deyəcək ki, sən istəyirsənmi, mən sənin anavı, ölmüş anavı və atavı dirildim. Və sonra ona tabi olan şeytanlardan, cinlərdən biri onun anasının, atasının cildinə girib gələcəklər. Və deyəcəklər ki, oğlum, bu sənin Rəbbin də ona iman et. Və iman edəcək. Çünki hətta ondan qabaq deyəcək ki, ümumiyyətlə sən ölülərin dirilməsini görmüsən? Deyəcək, yox. Hardasa eşitmisənmi ki, kimsə ölüləri dirildib? Deyəcək, yox. Fikir verin müqəddimələrə. Yəni, dəvət edəcəyi, fitnəsinə çağıracağı insanları birinci hazırlayacaq. Hətta Mədinəyə girə bilmədiyinə görə, Mədinənin kənarında oturanda, Mədinə əhlindən tanınmış biri, hörmət sahibi, bir gənc gələcək bununla mübarizəyə. Və bu qeyd edədiyim hamısı səhih hədislərdə varid olur. Əksəriyyəti də Buxar və Müslimdə. Bir çoxsu da Səhih Müslimdə varid olan hədislərdir. Və Dəccal öz köməkçilərinə əmr edəcək ki, bunu ortadan bölsünlər, həmin adamı, gənci. Və dediyi kimi də edəcəklər. Və sonra Dəccal bu adamın iki hissəyə bölünmüş bu möminin arasından keçəcək və onu birləşdirəcək. Və insan diriləcək. Lakin bu güc, qüdrət bir dəfə veriləcək. Və həmin gənc də bunu biləcək. Və o deyəcək ki, mən bilirdim, sən Allah Rasulunun sallallahu aleyhi və səlləmin xəbər verdiyi o yalancı Dəccalsan. Bunu onunla görüşərkən, yəni dirilməmişdən də qabaq demişdi. Və Dəccal onu dirildəndən sonra bir daha deyəcək və sonra deyəcək ki, mən indi əmin oldum ki, sən doğrudan da osan. O hədisin zahirindən görünür ki, həmin adam bu hədislərdən, özü barədə varid olan hədisdən xəbərdar olacaq. Ona görə üzünü cəmaata çevirəcək, deyəcək ki, ey cəmaat, bilin ki, bu Allah Rasulunun xəbər verdiyi Dəccaldır və o mənə etdiyini bundan sonra heç kəsə edə bilməyəcək. Və bununla onun yalanını ortaya çıxaracaq. Və onu doğrudan da öldürəcək, tikə-tikə doğrayacaq və hər tikəsini oda atacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Dəccalın əli ilə öldürülmüş həmin şəxs ən şərəfli şəhidlərdəndir. Və Dəccalın çıxacağı yer barədə Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verərək buyurur ki, Dəccal şərq tərəfdən çıxacaq, Xorasan bölgəsindən. Xorasan indi İrandadır. Və İsfahan Yahudilərindən 70.000 ona tabi olacaq. 70.000. Və ümumiyyətlə biz Dəccalın bu vəsflərinə, onun edəcəyi işlərə baxanda biz nəyi görürük? Biz görürük ki, ümumiyyətlə belə bir fitnənin qabağında sabit durmaq üçün insana yalnız güclü iman lazımdır.
Allah Azza və Cəllə barədə, təvhid barədə. Bu nə deməkdir? Təsəvvür edin, bugün pirə, dağa, daşa, hansısa qəbirə, türbəyə gedən insanlar adətən onların dəlil olaraq və bəhanə olaraq gətirdiyi argumentlər nələrdir? Deyirlər ki, özü də görməyib, hardansa eşidib ki, hansısa şikəsti apardılar, sağaldı gəldi. Məsələn, kim deyib, görmüsən yox, filan kəs deyib, biraz silsiləni araşdırırsan, axırda gedib kiməsə çıxıb, o da ölüb. Araşdıra da bilmirsən. Yəni, məsələ bundadır ki, belə adamlar Dəccalla üzbəyüz gəlsə, nə edəcəklər? Təsəvvürlə, hansısa nağıllara görə qəbirə, daşa, dağa ibadət edən Dəccalın bu əməllərini görsə, bax, elə bu etiqadda olanlardır ki, Dəccalın rububiyyətinə iman edəcəklər. Etiqad edəcəklər ki, o Allahdır. Və ona görə Dəccala ən çox tabi olan 3 qrup insan olacaq. Onlardan birincisi Yahudilər. Yahudilər elə Xorasandan çıxanda elə ilk başında 70.000 silahlı İsfahan Yahudiləri ona tabi olacaq. İkinci qrup qadınlar, Dəccalın fitnəsinə ən çox tabi olanlar və bir də xavariclər. Bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, xavariclər inəyin buynuzu kimidirlər. Kəsirsən çıxacaq. Yəni, hər dönəmdə, hər əsrdə olacaq. Və onların son dəstəsi Dəccalın yanında olacaq. Və 40 gün yer üzərində qalacaq. 40 gün. O, həmin 40 günün birinci günü 1 ilə, ikinci günü 1 aya, üçüncü günü 1 cüməyə, yəni 1 həftəyə bərabər olacaq. Və qalan günləri isə bizim bildiyimiz adi gün. Və bunu eşidəndə sahabələr radiyallahu anhum Allah Rasuluna sual verdilər ki, ey Allahın Rasulu, bəs biz o vaxt namazları necə qılacaq? Alimlər bu hədisdən o faydanı çıxarırlar ki, yəni burada bizim üçün, biz müsəlmanlar üçün sahabələrin o sualında Allah Rasulunun bu xəbərlərinə qarşı rəftarında böyük ibrət var. O da nədir? Fikir verin, Allah Rasulu Dəccal barədə danışanda və deyəndə ki, Dəccal yer üzərində 40 gün qalacaq, belə-belə olacaq, onun yer üzərində qaldığı birinci gün, bir ilə bərabər olacaq. Sahabələr demədilər ki, ey Allahın Rasulü, bu necə olacaq? Yəni, qeybi olan bir məsələyə sahabələrin imanı bu idi. Onlara lazım olan nə idi? Fikir verin, onu soruşurlar. Deyirlər ki, ey Allahın Rasulü, bəs birdən biz o vaxt yaşasaq, namazları necə qılacaq? Yəni, onlara lazım olan şeyi soruşurlar. O da namaz. Burada bizim üçün böyük, yəni ibrət var. Və qısa olaraq, onu da qeyd edim ki, doğru olan rəyə əsasən Dəccal hal-hazırda sağdır. Yəcuc, Məcuc tayfası kimi Dəccal da hal-hazırda sağdır və yer üzündədir. Doğru olan da budur. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında Yahudilərdən, Mədinə Yahudilərindən biri var idi, İbn-i Sayyad. Allah Rasulü onun Dəccal ola biləcəyindən şübhələnmişdi. Çünki demək olar, bütün vəsiflərində Dəccalı oxşuyurdu. Lakin Allah Rasulü vəfatınacan onu dəqiqləşdirə bilmədi. Və çox cəhd eləmişdi. Və bəzi sahabələr ümumiyyətlə etiqad edirdilər ki, elə Allah Rasulunun xəbər verdiyi Dəccal budur. Məsələn, Ömər ibn Xattab, oğlu Abdullah ibn Ömər, Əbu Zər, Əbu Səid Əl-Xudri, sonra Cabir ibn Abdullah, hətta Əbu Səid Əl-Xudri
uzun hədisdir. O rəvayətdə qeyd edir ki, bununla İbn Sayyad ilə, İbn Sayyad sonra İslamı qəbul edir Allah Rasulunun vəfatından sonra. Və bunlarla ümrəyə və ya həccə gedir. Sonra elə olur ki, bir yerdə istirahət etməli, qonaqlamalı olurlar və Əbu Said radiyallahu anhu bununla birlikdə olur və öz yükünü bundan ayırır. Həmin vaxt Əbu Said şübhədə olur. Və İbn Sayyad bunu hiss edir və deyir ki, sən də insanlar kimi düşünürsən. Axı siz bilirsiniz, İslam Peyğəmbərinin Dəccal barədə dediyi hədislərdən xəbərdarsınız. Axı Allah Rasulü demişdi ki, Dəccal Məkkə Mədinəyə girə bilməyəcək. Mən isə Məkkədən gəlib Mədinəyə gedirəm. Və Allah Rasul demişdi ki, o sonsuz olacaq. Mən əhli əyalımı, övladlarımı qoymuşam arxada, ümrəyə gəlmişəm. Və Allah Rasul demişdi ki, o kafir olacaq. Mən isə müsəlmanam. Əbu Said Əl-Xudri deyir ki, artıq deyir, məni qane eləmişdi dedikləri. Gətirdiyi dəlillər məni qane eləmişdi. Ta o vaxtacan ki, elə bunu tamamlamışdı ki, dedi ki, mən Dəccalın harda olduğunu bilirəm. Sonra Əbu Said Əl-Xudri ona deyir ki, bəs birdən sənə təklif edilsə və deyilsə ki, və belə fərz eləsək ki, Allahın qədəri Dəccal sənsən. Yəni, münasibətin necə olar? İbn Sayyad deyir ki, bu təklifdən imtina etmərəm. Və Əbu Said yenə də düşür şübhəyə. Ona görə bu əlamətləri Cabir ibn Abdullaha deyəndə, onun İbn Sayyadın bu sözlərini Cabir ibn Abdullaha gəlib deyirlər, dəlillərini. Deyirlər ki, axı Dəccal kafir olur, İbn Sayyad müsəlmandır. Cabir deyir ki, o Dəccaldır. Deyir, axı onun övladları var, o sonsuz deyir, deyir, o Dəccaldır. Deyir, bəs axı o Məkkəyə, Mədinəyə girə bilib. Deyir ki, o Dəccaldır. Çünki bəzi sahabələr, hansılar ki, onlar etiqad edirdilər İbn Sayyad Dəccaldır, onlar etiqad edirdilər ki, o İslamı qəbul etməyib, o münafiqdir. Və həmçinin Allah Rasulunun deməsi ki, o sonsuz olacaq, Məkkə Mədinəyə girə bilməyəcək. Yəni, qiyamətə yaxın zuhur edəndə bu vəsflər indiki ala aid deyil. Aydındır. Amma təbii ki, alimlərin əksəriyyəti, əksər sahabələr bu rəydə olmayıblar. Xüsusən də Təmim Əd-Dərinin hədisinə görə, Cəssas hədisinə görə. Təmim Əd-Dəri İslamı qəbul edən bir xristiyan idi və Allah Rasulunun yanına gəlmişdi. Allah Rasuluna beyyət etmək üçün, gəmi ilə. Və bir müddət bunları gəmidə, bunlar düşürlər fırtınaya. Və sonra bu dənizin dalğası, fırtına bunları gətirib, atır bir adaya, sahilə. Və bunlar gəmidən düşəndə adada tüklü, hətta tükünün çoxluğundan önü və arxası bilinməyən bir heyvanı görürlər. Soruşanda sən kimsən? Deyir, mən Cəssasayam. Və zərər yetirməsin bunlara, o səbəblə qaçırlar və girirlər bir manastıra. Bir kilsə olur, qədim abidə. Girirlər içinə və orada əlləri, qolları bağlı, iri cüssəli bir məxluq görürlər. Və Təmim Əd-Dəri həmin məxluqu vəsf edir. Və onunla bəzi soru-sualları olur. Həmin adam qalanın içində zəncirlənmiş, bəzi suallar soruşur ondan. Məsələn, deyir ki, Təbəriyyə gölü quruyub ya qurumuyub? Deyirlər ki, yox. Savadsızların Peyğəmbəri çıxıb ya çıxmayıb? Deyirlər, bəli. Bəzi əlamətlər soruşur. Ki, görsün mənim çıxmağımın vaxtıdır ya yox. Məsələ bundadır ki, Təmim Əd-Dəri bunu Allah Rasuluna xəbər verəndə namaz vaxtı olmadığı halda Allah Rasulu əmr edir ki,
azan verilsin və cəmaat yığılsın məscidə. Və bu hadisəni cəmaata danışır və Allah Rəsulu orada deyir ki, sizə xəbər verdiyim Dəccal budur. Və bu hədisdən görünür ki, Dəccal hal-hazırda sağdır, eyni ilə Yəcuc və Məcuc tayfası kimi. Və bu Allah Azza və Cəllənin qüdrətindəndir ki, Allah Azza və Cəllə nəinki Dəccalı, hətta Yəcuc və Məcuc tayfasını tayfa olaraq insanların gözündən gizlədə bilib. Və sonra İmam Əhməd rahimehullah deyir ki, və ənə İsə ibn Məryəm aleyhissalam yənzil. Məryəm oğlu İsa enəcək. Və bu da qiyamətin əlamətlərindən birisidir. Çünki İsa aleyhissalam ölməyib. Allah Azza və Cəllə buyurur ki, وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ. Onu nə öldürmədilər, nə də çarmığa çəkmədilər. بَرْ رَفَعَهُ اللّٰهُ إِلَيْهِ. Əksinə Allah onu özünə qaldırdı. Fikir verin ayələrə. وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ. Onu nə öldürmədilər, nə də çarmığa çəkmədilər. Ən-Nisə 157-ci ayədir. Fikir verin ayələrin sırasına. Ən-Nisə surası 157-ci ayədə Allah Subhanahu və Teala nəyi bəyan etdi? Onu nə öldürməyiblər, nə də çarmığa çəkməyiblər. 158-ci ayədə, bir sonraki ayədə Allah Azza və Cəllə buyurur ki, Bər rəfə'əhullahu ileyh. Bunun nəticəsi olaraq, əksinə onu Allah özünə qaldırıb. Və bir sonraki ayədə, 159-cu ayədə Allah Subhanahu və Teala buyurur ki, və in min əhlil kitab illə ləyu'minənnə bihi qablə mevti. Kitab əhlindən, Yahudi və Xristiyanlardan elə bir kəs olmayacaq ki, ölümündən qabaq ona iman etməsin. Bu ayə güclü dəlildir və İsa aleyhissalamın hal-hazırda sağ olduğunu inkar edən, xüsusən də məsələn Qur'anilər, hədis inkarçıları açıq aydın dəlildir. Xüsusən də qeyd edildiyim sonuncu ayə. Çünki وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ və ya Allah onu özünə qaldırdı, bunu təvil edə bilərlər. Deyə bilərlər ki, Allah öz ruhunu, İsa'nın ruhunu özünə qaldırdı və cənnətə, ali bir məqama yüksəltdi. Necə ki, belə təvil edirlər. Lakin bir sonraki ayə, kitab əhlindən elə bir kəs olmayacaq ki, ölümündən qabaq ona, İsa'ya iman gətirməsin. Burada dəlil hardadır, kim deyər? Hə? Biraz da daha dəqiq. Yəni öləcək, inəcək. Yaxşı, biri deyə bilər ki, İsa aleyhissalam ölüb. Bu elə ölümünə aiddir. İsa aleyhissalam ölüb. Bu ayədə ölümünə aiddir. Yəni 2000 il bundan qabaq. İsa aleyhissalam inəcək. Yaxşı, bir adam desə ki, bu İsa aleyhissalam, bir adam desə ki, İsa aleyhissalam ölüb, artıq ölüb. Və bu ayə ona o vaxta aiddir. Öldüyü vaxta aiddir. Çox açıqdır ayə. Axı ayədə deyir axı, kitab əhlindən elə bir kəs olmayacaq ki, ölümündən qabaq ona iman etməsin. Əgər sən etiqad edirsənsə ki, İsa aleyhissalam ölüb, məgər ölübsə, ölümündən qabaq kitab əhli ona iman etmişdi? Etməmişdi. Etməmişdi. Bu ayə dəlildir ki, İsa aleyhissalam ölməyib. Aydın oldu. Və İsa aleyhissalam enəndə, ümumiyyətlə, İsa aleyhissalamın enməsi ilə Dəccalın, yəni zuhuru ilə İsa aleyhissalamın zuhuru bir-birinə bağlıdır. Dəccal nə zaman ortaya çıxacaq? Dəccalın zuhurundan qabaq düz 3 il yer üzərində qıtlıq olacaq. Hədisdə qeyd edilir ki, Allah birinci il göyə əmr edəcək, yağışının 1/3-ni, ikinci il 2/3-ni və üçüncü il
tamamilə öz yağışını yer üzərindən götürəcək. Yəni bu cür çətin bir vəziyyətdə o bir. İkincisi, müsəlmanlarla kitab əhli, Rum əhli bir yerdə hədisdə qeyd edilməyib, bir tayfə ilə döyüşəcəklər və qalib gələcəklər. Bunlar hamısı baş verəcək Dəccalın zuhurundan qabaq. Yəni, müsəlmanlarla xristiyanlar bir yerdə bir tayfəyə qarşı vuruşacaqlar və qalib gələcəklər. Və qalib gələndə xristiyanlar xaçı qaldıracaqlar və deyəcəklər ki, xaç qalib gəldi. Yəni, o qalibiyyəti öz adlarına, öz ayaqlarına, öz dinlərinə bağlayacaqlar. Və müsəlmanlar buna görə onların xaçını qıracaq və bununla aralarında ixtilaf baş verəcək. Və sonra yer üzərində heç vaxt olmayan bir böyüklükdə nəsranilər ilə müsəlmanlar arasında müharibə olacaq. Və bu müharibəyə nəinki biz, hətta kitab əhli iman edir. Onların dediyi Harmagedon etiqad etdikləri bir inancdır. İslam etiqadında buna Ma'rəkə əl-Məlhəmə deyirlər. Yəni, böyük, qanlı döyüş. Həmin o əhli kitabın etiqad etdiyi döyüş budur. Və təsəvvür edin, yəni yer üzü bu böyüklükdə, bu həddə bir döyüş görməyəcək. Və bu döyüşdə müsəlmanlar qalib gələndən sonra, nəhayətində sonda, qalib gələndən sonra o yorğunluq, o bitkinlik, o azlıq içərisində eşidəcəklər ki, Dəccal çıxıb. Dəccal o vaxt çıxacaq. Və Dəccalın bütün bu fitnələrindən sonra müsəlmanlar Diməşqdə, Şamda bir məsciddə çəkiləcəklər namaza, sübh namazı vaxtı olacaq. Və imamlar da olacaq Muhammed ibn Abdullah, Mehdi. Və həmin məscidin yanında Ağ minarəli məsciddir. İsa aleyhissalam qolları iki mələyin qanadında yerə inəcək və girəcək məscidə. Və Muhammed ibn Abdullah İsa'nı görəndə tanıyacaq. Və deyəcək ki, imam dursun. Və İsa aleyhissalam çəkiləcək arxaya və deyəcək ki, siz bir-birinizə imam durmağa layiqsiniz. Və Muhammed ibn Abdullahın arxasında ona tabi olaraq namazı qılacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, onu bilin ki, İsa'nın tabi olub arxasında namaz qıldığı kəs bizlərdəndir. Həmçinin bu hədisdə onun faydası var ki, yəni İsa aleyhissalam yer üzünə Rasul olaraq gəlməyəcək. Çünki sonuncu Rasul Muhammed sallallahu aleyhi və səlləmdir. İsa aleyhissalam yer üzünə enəcək Allah Rasulunun ümmətindən bir fərd kimi. Çünki Rasul olsaydı, bu ümmətdən bir fərdin arxasında namaz qılmağı düzgün sayılmazdı. Və gələcək, donuzu öldürəcək, xaçı qıracaq və cizyəni aradan qaldıracaq. Cizyə nədir? Kitab əhli, kafirlər öz dinlərində qalsınlar deyə müsəlmanlara ödədikləri xərac. İsa aleyhissalam bunu da aradan qaldıracaq. İndi burada sual ortaya çıxır ki, yaxşı bu şəriətin, hansısa şəri bir hökmün nəsx edilməsidir. Axı İsa aleyhissalam Rasul deyil. Bu ümmətdən bir fərddir. Bəs hansı haqq ilə cizyəni aradan qaldıracaq? Müsəlman olsa belə. Onlar da bunlar tanrı. Yox. Yəni cizyə hökmü şəriətdə var ya yoxdur? Var. Bu hökmü sən, mən aradan qaldıra bilərik? Yox. İsa aleyhissalam necə qaldıracaq? Yox. 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 Buna görə yox. Çünki onlar öz dinlərində olacaq İsa cizyəni qaldıranda. Çünki onlar İslamı qəbul etsəydilər, cizyanın hökmündən danışmağa ehtiyac yox idi. İsa aleyhissalam cizyəni qaldıracaq elə bu hədislər ilə. Çünki Allah Rasulü xəbər verib axı. Allah Rasulü xəbər verib ki, İsa aleyhissalam bunu edəcək.
Ona görə İslam şəriətində sual, cizyənin hökmü nə vaxtacandır? İsa aleyhissalam gələnəcən. Dəlil, bunu kim təyin edib? Allah Rasulü. Axı bu hədislərdə təyin edilib. Bu da nəyi göstərir? İslamın o vaxt olacaq izzətini. Yəni elə bir məqam olacaq ki, İsa aleyhissalamın nüzulundan sonra, bu qədər əlamətlərdən sonra artıq kiməsə o haqq verilməyəcək. Kimsə xərac ödəsin və öz dinində qalsın. Ya döyüşəcək, ya da haqq olan dini qəbul edəcək. Başqa bir variant olmayacaq. Və İsa aleyhissalam, necə İmam Əhməd rahimehullah burada qeyd edir, və ənə İsa ibn Məryəm aleyhissalam yənzil, enəcək, fəyəqtuluhu bibab Lut, və Dəccalı Lut qapısında öldürəcək. Lut qapısı Qüdsün şərq tərəfində olan o Qüdsün qapılarından birisidir. Və Dəccal İsa'nı görəndə duzun suda ərdiyi kimi əriyəcək. Və Dəccalı öldürəndən sonra qılıncını qaldıracaq və hər kəsə Dəccalın qanını göstərəcək. İsa aleyhissalam Dəccalı öldürəcək. Ona görə hətta Ömər ibn Xattab Allah Rasuluna sallallahu aleyhi və səlləmə İbn-i Sayyad barədə deyəndə ki, ya Rasulullah, qoy onu öldürüm. Hətta içimizdə olan bu şübhədən qurtulaq. Allah Rasulü deyir ki, əgər o doğrudan da Dəccaldırsa, onu səni öldürə bilməyəcəksən. Çünki onun qatili onu öldürəcək İsa aleyhissalamdır. Əgər sən onu öldürəcəksənsə, ya Umar, sənin qəsdin, məqsədin nədir? Onu öldürmək. İnsan bir əməli nə üçün edir? Nail olmaq üçün. Yəni sən əminsən ki, onu öldürə biləcəksən. Əgər öldürəcəksənsə, deməli artıq o Dəccal deyil, boş yerə öldürdün. Yəni aydındır. Ona görə bu əmələ niyyət etməyin heç bir faydası yoxdur. Və Cabir ibn Abdullahı şübhələndirən səbəblərdən birisi nə idi? O deyir ki, Harra günü İbn-i Sayyad yoxa çıxdı. Ondan sonra deyir, onu görmədik. Harra günü hansı ki, Yezdin xilafəti vaxtında Mədinə cəmaatına olan hücum. Və İsa aleyhissalam yer üzündə yaşayacaq və vəfat edəcək və bəzi hədislərdə gəlib, bu hədislərdə zəiflik var, buna etiqad etmirik ki, Musa aleyhissalamın nəslindən bir qadın evlənəcək və müsəlmanlar onun cənazə namazını qılacaqlar. Və yer üzərində 40 il yaşayacaq və Yəcuc tayfalar da həmin vaxtı çıxacaq. Və İsa aleyhissalam özü ilə birlikdə olan möminləri çəkəcək Tur dağına. Bu tayfanla döyüşə, cihada çıxmayacaq. Bu Səhih Müslimdə gəlir. İmam Nəvəvi bu hədisin şərhində qeyd edir ki, bu hədisdə dəlil var ki, ehtiyac olanda qüvvət nisbəti əl verməyəndə döyüş meydanından geri çəkilmək olar. Hətta hazırlaşıb, güc, qüvvət yığıb, yenidən kafir dəstəsinin üstünə hücum çəkmək üçün. Və sonra Allah Azza və Cəllənin izni ilə Yəcuc, Məcuc tayfaları məhv olacaq və beləcə bütün bu şərlərin, fəsadın aradan qalxmasından sonra yer üzərində heç vaxt görülməyən bir günlər başlayacaq. Hansı ki, Allah Rasulü buyurur, yer üzü Adəm əleyhissalamın vaxtındakı zamana qayıdacaq. Üzümün bir giləsi ilə bir adam doyacaq. Qoyun qurdla birlikdə çəmənlikdə gəzəcək. Uşaqlar isə ilanlarla oynayacaq. Yəni bunlar nədən xəbər verir? Yəni əmin-amanlıq tam yer üzərində bərqərar olacaq. Və sonra bir müddətdən sonra, illər keçəndən sonra bu nəsil yer üzündən gedəndən sonra yer üzündə insanların ən şərli olanları qalacaq və Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, qiyamətdə insanların ən şərli olanlarının üzərinə qoyacaq. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və səhbihi və səlləm.